Dostlar salam. Sizi bir qazanxana ilə tanış eləmək istəyirəm. Şuvalan qəsəbəsində yerləşir qazanxana. Qazanxananın hidravlik hissəsini biz yığmamışıq. Bizi sadəcə bu qazanxananı daha ağıllı etməyə çağırıblar. Deməli qazanxanada prinsip nə idi? Burada Italterm Time Power 70 qazanı dayanıb və onu həmişə 65-də işlədirdilər. Buradan qarışdırıcı vasitəsilə isidilən döşəməyə gedirdi temperatur. Özdə qarışdırıcı necə edirdilər? Su birbaşa gedirdi buradan. Geri dönüşdə lazımi temperatur çatanda burada görürsünüz ki, damfız otaq termostatlarını qoyublar. Lazımi temperaturda geri dönüş olanda sadəcə gedişin qabağı bağlanırdı və qapalı dövrə üzrə dövrəyə baş verirdi. Və boiler nasosu da həmin temperaturu boilerə göndərirdi və beləliklə də qazan il boyu maksimal, demək olar ki, maksimal temperaturlarda işləyirdi. Biz nə elədik? Biz 2 ədəd bax belə otaq termostatı almışıq. Bunlar simsizdirlər. Bunun qarşı tərəfi budur, görə bilərsiniz. Və burada normalda açıq kontakt var. Onu necə eləmişiksə burada başa salmayacağım, çünki uzun məsələdir. Deməli, termostatın biri birinci mərtəbəyə, yəni bu nasosa, biri də ikinci mərtəbəyə baxır. Həmin mərtəbələrdə istilik tam kifayət etdiyində bu qrup bağlanacaq və ya bu qrup bağlanacaq. Ev yiyəsi şikayət eləyirdi ki, bir də görsən hava isti olur, evdə boğanaq olur. Mən də bura gəlib düşüb başım çıxmır, nə etmək lazımdır. Biz bunu asan məsələ ilə həll etdik. Həm də İki mərtəbənin ikisi də əgər lazımi temperatura çatarsa və bu qruplar sönərsə, onda bizim qazanımızın deməli otaq termostatına da kontakt qoşmuşuq. O zaman qazan da fasiləyə gedəcək. Yalnız isti su rejimi qalacaq. Qazan isti su hazırlama rejiminə keçəndə bu iki nasosu söndürür, bu nasosu işə salır və tam gücünə çıxır. Biz burada nəzarət edirik. Bu dəqiqə 86 dərəcədir. Görürsünüz. Halbuki biz istilik sistemini 45 dərəcəyə qoymuşuq. 86 dərəcədir. 88-ə qədər qalxaraq boileri qızdırır. Yəni tez qızdırmaq üçün maksimum temperaturdan istifadə edir. Boiler lazımi olan temperatura qalxdıqdan sonra bu nasos sönür. Bu nasoslar əgər evdə istilik kifayət etmirsə, bu nasoslar işə düşür. Yox, əgər evdə istidirsə, onda bu nasoslar da işə düşmür. Qazan da sadəcə hər hansısa bir qrupdan komanda gözləyir. Ya boilerdən, ya da ki evdən. Qazana baxa bilərsiniz. Bütün demək olar ki, qazanların üzərində böyük qazanlardan söhbət getmir. 100 kilovata qədər olan qazanların üzərində isti su kran işarəsi var burada və radiator var. Yəni bundan istifadə eləmək lazımdır. İstifadəçi, yəni ev yiyəsi bunu sadəcə adi kombi kimi istifadə edəcək. O bilmir orada nə proses baş verir. Gələcək buradan isti suyunu qoyacaq. Biz misal üçün 44 dərəcə istəyirik bu dəqiqə. Çünki müəyyən tənzimləmələr aparırıq, ona görə 44 dərəcəyə qoymuşuq. Sadəcə buradan gələcək, isti suyun temperaturunu düzəldəcək, buradan da isidilən döşəməni və salam. Yəni bu qədər asandır. Əlavə qənaət üçün resirkulyasiya xəttinin üstünə də termostat qoymuşuq ki, resirkulyasiyanın suyu qızanda deməli bu nasosu söndürsün. Bunu hər dəfə təkrar edirəm, amma bəlkə bilməyənlər bilsin. Resirkulyasiya işlədikcə təbii ki, nasos az da olsa elektrik enerjisi sərf edir, yəni istifadə edir. Bu da yəni ayın sonunda bir 5 manat olacaq. Həmçinin resirkulyasiya getdikcə boilerin içindəki su da soyuyur. Ona görə borunun içindəki su isti olduqca bunun işləməyə ehtiyac yoxdur. Ona görə biz orada termostat qoyuruq ki, resirkulyasiya qızandan sonra nasos da fəaliyyətini dayandırsın. Yeri gəlmişkən qazanın anti-legionella rejimi var. Anti-legionella rejimi nədir? Legionella bakteriyadır və yəni o bakteriya insana düşərsə çox acı nəticələri ola bilər. Təxmini mənim halıma düşə bilərsiniz. Legionella necə əmələ gəlir? Mən bəzi hallarda hətta tanışımızın birində belə bir şikayət var idi ki, boilerdən isti sudan pis qoxu gəlir, kanalizasiya qoxusu gəlir. Boileri aşağı temperaturlarda qızdıranda 45 dərəcəyə qədər təxminən. İçində bakteriya üçün münbit şərait yaranır. Yəni Legionella bakteriyası əmələ gələ bilər. O bakteriyada insana düşsə, yəni çox ağır fəsadları ola bilər. Qazan vaxtla və ya
məcburi şəkildə, yəni tənzimləyə də bilərsiniz, haçan antilegionel rejimi işə düşsün. Bu nə deməkdir? Qazan deyək ki, bir gündən bir gecə saat 2-də boileri məcbur şəkildə 70 dərəcəyə qədər qızdırır və içindəki bütün bakteriyaları öldürür. Yəni bu çox az qazanda var, amma bu əmioğluda bu var. Ona görə də boileri çalışın ki, 55 dərəcədən aşağı qızdırmayın. Lap yaxşı olar ki, 60 dərəcəyə qədər qızdırasınız. Onda həm isti suyunuzun həcmi çox olacaq, həm də suyun içində bakteriyalar əmələ gəlməyəcək. Bəzi adamlar düşünə bilər ki, biz boilerdən gələn suyu içmirik. Düzdür, içmirik, amma biz ondan çimirik, dişimizi fırçalayırıq və s. Ona görə də yəni bakteriya keçə bilər. Bu bayaq göstərdiyim otaq termostatlardır. Bu da onların qarşı tərəfi. Bu bizdə birinci mərtəbədir, bu ikinci mərtəbə. Termostatın üstündə istədiyimiz temperaturu burada göstərir və burada kiçik alov işarəsi var. Bu o deməkdir ki, işləyir. Yəni icazə verib, komanda verib ki, nasoslar işləsin. Görürsünüz burada deməli otaq termostatları ilə eləyiblər. Biraz baxanda pis deyil. Yaxşı olardı ki, onu deməli gediş xəttinə qoysunlar, geri dönüş xəttinə qoyublar. Onsuz da bizə bu o qədər də lazım olmayacaq. İndi biz buradan termostatdan güya ki temperatur qızmış kimi aşağı salırıq. 16 dərəcə. Termostatın biri söndü. Qazan da işləyir. İndi ikinci termostatı söndürdük. Görürsünüz, bunlar da söndü və qazan alovu da söndürdü. Yəni alov işarəsi yoxdur. Qazan fasiləyə gedib. Mikrofonda kənar səslərin boğma texnologiyası var. Yəni ona görə də siz onu eşitməyəcəksiniz. Bir dənə qazanın zəhmət olmasa göstər. Burada alov işarəsi yoxdur. 32 dərəcədir. Görürsünüz. Bunlar da sönüb. İndi mən təzədən temperaturu qaldırıram. 38 dərəcə. Biri də kifayət eləyirdi əslində. Gördünüz, bunlar işə düşdü. Burada radiator işarəsi yanıb sönməyə başladı. Qazan hazırlaşır ki, istilik sistemini işə salsın. Bu qədər dostlar. Yaxşı düşünsək, hər şeyə daha ağıllı yanaşma tapa bilərik. Bizə yaxşı baxın. Yoxdur, qoy qalıb.